Xeyir olsun. Hər gün bir sual izahı ilə qarşınızdayıq. Burada qeyd olunan 4-cü sual son qəbulda düşən sualdır. Mən də bunun izahını vermişdim. Düzdür, orada yanlışlıq olub. İndi isə yenidən bunun izahını verəcəm. O yanlışlıq düzəlsin. Bəzilərinizin beynində sual qalmaz. Deyir ki, Konstitusiya əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikası Apellyasiya Məhkəmələrinin bizdən doğrunu istəyir. Fəaliyyəti üçün zəruri sayda züvriyə namizədlərdən 2 dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin edilməməsi. Uşaqlar, burada Konstitusiya ilə Ali Məhkəmə doğrudur. Burada problem yoxdur. Amma Apellyasiya Məhkəməsinin adı yox idi axı. Ona görə bu variantı götürmürük. Hakimlər deyir, bəzi hallarda ödənişli fəaliyyətlə məşğul ola bilər. Uşaqlar, hakimlər elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər. Amma digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. Ona görə bu variantımız doğrudur. Yəni, bəzi halda olunur. Bu, bəzi hallar dediyim elmi, pedaqoji və yaradıcılıq fəaliyyətidir. Bunu da yadımızda saxlayırıq. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü Milli Məclis irəli sürür, xeyr, prezident irəli sürürdür, qərarları dərc edilməlidir. Konstitusiya ilə Ali Məhkəmə bəli, amma Apellyasiya Məhkəməsi yox idi axı. Ona görə uşaqlar burada doğru cavab B variantı olacaq.